İnsanın en büyük özelliği onun düşünen, dərk edən varlıq olması değil. İnsanın en büyük özelliği onun inanan varlıq olmasıdır. Biz inanmasaq, düşünməyimizin heç bir əhəmiyyəti yoxdur. Yalnız düşünsək, yerimizdə qalarıq. İnan bizi hərəkətə gətirir. Beləliklə, inan nədir? İnan düşüncəmizin doğrulmasıdır. Biz inananda düşüncələrimiz doğrulur. Yəni həqiqətə çevrilir. Biz inanmayanda düşüncələrimiz yanılır. Yəni şübhəyə çevrilir. İnan bizim gerçəklikdə, gerçək yaşamımızda həqiqət axtarışımızdır. Biz dərk etdiyimiz, düşündüyümüz və inandığımız hər şeydə həqiqəti axtarırıq. Ancaq tapa bilmirik. Çünki gerçəklikdə həqiqət yoxdur. Gerçəkdə həqiqət yoxdur, biz isə həqiqət axtarırıq. Çünki inanmamızın məqsədi budur. Belə olan halda insan, gerçəklikdə həqiqət tapmayan insan məcbur olub gerçəkdən qıraqda həqiqət axtarışına çıxır. Yəni həqiqətini gerçəkdən qıraqda axtarır. Özündən qıraqda axtarır. Çünki gerçəkdəki həqiqət nisbidir, ötəridir, sonludur, keçicidir, nöqsanlıdır, yarımçıqdır, öləridir və bu nöqsanlı, yarımçıq həqiqət insanı təmin etmir və ona görə də insan öz həqiqətini gerçəkdən qıraqda axtarmağa məcbur olur. Gerçəkdən qıraqda həqiqət axtarmaq üçünsə insan hökmən özü üçün ideal yaratmalıdır və o idealını yaratmaq istəyir və yaradır. İdealı da öz düşüncəsində, idrakında yaradır. Həmin ideal vasitəsilə həqiqətini tapmış olur. Özünün həqiqətə münasibətini və həqiqətin özünə münasibətini müəyyən eləyir. Beləliklə, məsələn, dində bu ideal Allah sayılır. Və bilirsiniz ki, insan yaranışından bugünə müxtəlif dinlərin müxtəlif Allahları olub və həmin o ideallar və Allah idealı vasitəsilə insanlar həyata, dünyaya, insana olan münasibətlərini izah ediblər. Həmin ideal vasitəsilə dünyada özlərinin həqiqəti olan münasibətini ifadə ediblər. Və deyim ki, ideal yarandığı kimi həm də yoxa çıxa bilir. Hər bir idealın, ən ali səviyyədə yaradılan idealın, yəni Allah səviyyəsində yaradılan idealın belə yarandığı kimi yox olma hadisəsi də olur. Məsələn, tutaq ki, qədim Misirdə insanlar 2000-dən çox Allaha inanırdılar. Qədim Yunanıstanda 100-dən çox Allah vardı və onlar sonradan yoxa çıxdılar. Niyə? Çünki ideallar insan inkişafı qarşısında insanın tələblərini yerinə yetirə bilmədilər və gücdən düşdülər. O zaman insan məcbur olub yeni ideallar yaratdı. Və deyim ki, dindəkindən qıraqda, yəni dindəkindən qıraqda bütün ideallar yalnız insanla bağlıdır. Yəni ideal təkcə insandan qıraqda olan varlıqla bağlı deyil. Yəni məsələn, dində də ideal var, siyasətdə də ideal var, elmdə də ideal var, sənətdə də ideal var və s. Bu ideallar vasitəsilə insan özünün gerçəkdə və gerçəkdən qıraqda öz həqiqətə münasibətini müəyyən edir. Bir ölçü yaradır özünə qarşı. Həmin ölçü əsasında öz yaşamını qurur. Beləliklə, insan həyatı gerçəkliyi dərk etməklə onu təsəvvür etmək arasında cəryan eləyən bir zamandır.